bölünmək, parçalanmaq qədər İslam dininə zərər verən bugünkü gündə heç bir şey yoxdur. Halbuki bizim dinimizin təməllərindən biri nədir? وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın ipindən möhkəm yapışın, parçalanmayın. وَاَنَّ الْمَسَاجِدَ لِلّٰهِ فَلَا تَدْعُوا مَا اللّٰهِ أَحَدًا. Həqiqətən məscidlər Allahındır. Orada sadəcə Allahı çağırın. Biri tövhid, biri də birlik. Hansını eləyirik? Tövhidə gəlirik, ümmət olaraq ciddi problem yaşayırıq. Birliyə gəlirik, ümmət olaraq ciddi problem daşıyırıq. Hamı deyir cənnətə gedən mənəm, o biri hamısı cəhənnəmə gedir. Mənim yanıma gəlməsən, sən beləsisən, sən bundansan, sən ondansan. Bu parçalanmağa da kirəlik, saxtakar dindarlar var. Özünü, əqidəsini, dinini satan aramızda saxtakar dindarlar var. Sələfilikdən danışar, dindən danışar, tövhiddən danışar. Amma gerçəyinə baxsan satılmış, kirələnmiş bir adam olduğunu görərsən. Çünki əksər söhbətləri cəmaatı parçalamaq, cəmaatı bölmək, məscidlərin istihza eləmək, elm əhlini gözdən salmaq və s. və s. İşləri gücləri budur. Və bir toplum da bunlara aldanır, onları gedib quyruq olurlar.